Bugün regionlarımız bir çox postsovet məkanlarının paytaxtları ilə müqayisədə daha gözəl, daha səmərəli və geniş infrastruktura malik olmaqla yanaşı, həm də yüksək investisiya cəlbediciliyi ilə seçilir. Bu sözləri Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov parlamentdə keçirilən Azərbaycanda regionların yerli demokratiyanın və özünü idarə etmənin inkişafında Heydər Əliyev irsi mövzusunda konfransda çıxışı zamanı dedi. O, Ulu Öndərin regionlara səfərlərindən bəhs etdi, ölkəmizin hər tərəfli inkişafı üçün gördüyü işlərdən danışdı. Milli lider 69-cu ildə hakimiyyətə gələndə Bakı şəhərinin əhalisinin cəmi 39% Azərbaycanlı idi. Qalan hissəsi isə böyük hissəsi digər millətlərdən ibarətdir və bu 39% də demək olar ki, Bakının kəndlərində yerləşirdi, o ərazilərdə yerləşirdi. Və Bakının inkişafında da məhz milli liderin o vaxt atdığı addımlar, müxtəlif göndərişlərlə tələbələrin cəlb olunması, o cümlədən Gəncədə, o cümlədən Mingəçevirdə iş yerlərinin açılması və şəhərlərinin inkişafında da milli lider lazım olan addımları atdı və bugün Azərbaycanın hər bir güşəsində hansı yerə səfər edirsənsə, orada milli liderin bir xatirəsini görürsən. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirdi ki, Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən dövlət quruculuğu prosesi yalnız mərkəzi idarə etmənin gücləndirilməsi ilə məhdudlaşmayıb. Eyni zamanda yerli özünü idarə etmə institutlarının inkişafına da xüsusi diqqət yetirilib. Bunun siyasi kursunun əsas istiqamətlərindən biri demokratik dəyərlərin möhkəmləndirilməsi, vətəndaşların idarə etmədə iştirak imkanlarının genişləndirilməsi olmuşdur. Bu sahədə qəbul edilmiş fundamental hüquqi sənədlər, qanunvericilik aktları və strateji proqramlar uzun müddətli inkişafın möhkəm təməlini qoymuşdur. Azərbaycan üçün gənc təsisat olan yerli demokratiyanın və özünü idarə etmənin hüquqi bazasının əsasını Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının konstitusiyası təşkil edir. Ziyafət Əsgərov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu Azərbaycanda yerli demokratiyanın formalaşması, özünü idarə etmə prinsiplərinin bərqərar olması və regionların davamlı inkişafı üçün fundamental baza yaradıb. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov çıxışında vurğuladı ki, regionların inkişafının əsas başlıca səbəbi Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ilə bağlıdır. Əsrin kontraktı imzalanmasaydı, bununla bağlı qətiyyətli mövqe nümayiş etdirilməsəydi, bu günləri regionların inkişafı, ölkəmizin sosial-iqtisadi inkişafının təmin edilməsinlə bağlı nə maliyyət təminatı olardı, nə resurslar olardı. Və biz bugünkü tədbirdə əsrin kontraktını bir daha minnətdarlıq hissi ilə bir daha xatırlamalıyıq. Regionların inkişafı proqramı ilə ölkəmizdə proqramlı idarə etmənin əsası qoyuldu. Konkret tədbirlər, icraçılar, maliyyənin ayrılması, bu proqramın icrası üzrə nəzarət tədbirləri və s. Bu, biz hesab edirik ki, proqramlı idarə etmə sahəsində ən nümunəvi bir təcrübə oldu. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov bildirdi ki, Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, demokratik hüquqi dövlətin yaradılması, o cümlədən yerli özünü idarə etmənin vətəndaş cəmiyyətinin formalaşdırılması Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləridir. Məhz onun rəhbərliyi dövründə qəbul edilmiş konstitusiyada yerli özünü idarə etmənin əsasları təsbit edildi. Bələdiyyələrin hüquqi statusunun müəyyən olunması üçün zəruri siyasi və hüquqi zəmin yaradıldı. Sonraki mərhələdə bu istiqamətdə qanunvericilik bazası formalaşdırıldı və ölkəmizdə bələdiyyə sistemi fəaliyyətə başladı. Heydər Əliyevin yerli özünü idarə etmə ilə bağlı yanaşması olduqca aydın idi. Bu yanaşmanın mərkəzində bir fikir dayanırdı. Yerli məsələlərin həllində əhalinin iştirakı genişlənməli, bölgələrin inkişafı üçün yeni təşəbbüslər dəstəklənməli, idarə etmə daha səmərəli və daha məsuliyyətli qurulmalıdır. Bu mənada bələdiyyələrin yaradılması təkcə yeni bir institutun təsis olunması deyildi. Bu, həm də yerli demokratiyanın inkişafına, vətəndaş iştirakçılığın və özünü idarə etmə ənənələrinin formalaşdırılmasına verilən böyük siyasi əhəmiyyətin ifadəsi idi. Elmin Həsənov vurğuladı ki, bələdiyyələr dayanıqlı şəhər mühitinin formalaşdırılmasında aktiv iştirakçıdır.